Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Gündəmimiz yenə də İrandır. İranda baş verən hadisələr bütün dünyanın diqqətini özünə cəlb eləyib. Proseslər hazırki məqamda bir qədər səngimiş görünsə də, yenə də etiraz aksiyaları davam eləyir. Hökumət proseslərə nəzarəti ələ aldığını deyir, amma digər tərəfdən yayılan məlumatlara görə artıq ölənlərin sayı 2600-ü keçib. Güney Azərbaycan şəhərlərində, eləcə də Tehranda və İranın bütün nöqtələrində hökumətə, molla rejiminə qarşı aksiyalar daha da kəskin xarakter alıb. Yəni, etirazçıların hirsi soymayıb. Bəs bundan sonra nə baş verəcək? ABŞ İrana hücum eləyəcəkmi? ABŞ İsrail tendensiyasının İrana hücumu gözləniləndirmi? Eyni zamanda Şah rejimi İranda hakimiyyətə gətirilə bilərmi? Və yaxud da ki, molla rejimi süqut eləyərsə bundan sonra İranda hansı qüvvələr hakimiyyətə gələ bilər? Çünki Şah rejimi İranda bir mənalı olaraq qəbul edilmədi. Güney Azərbaycanlılar Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir şüarları ilə rejimin gəlişinə öz münasibətini bildirdilər və ABŞ geri çəkilməyə, bir addım geri çəkilməyə məcbur qaldı. Və digər tərəfdən molla rejiminin hakimiyyətindən sonra Güney Azərbaycanlıların özlərinin namizədi olacaqmı? Bu da yenə də aktual məsələlərdən biridir. Və bütün bu suallara cavab tapmaq üçün biz Güney Azərbaycanlı jurnalist və Güneyli milli fəal Əli Süleymani ilə məsələni müzakirə etməyə çalışacağıq və bu suallara onun vasitəsilə cavab tapmağa səy göstərəcəyik. Hazırda bizimlə həmsöhbət Güneyli fəal Əli Süleymanidir. O Chicago'da yaşayır, ABŞ-da yaşayır və prosesləri yaxından izləyir və onun fikirlərini tamaşaçılarımıza çatdırmağa çalışacağıq. Əli bəy, buyurun, söz sizdədir və bundan sonra İranda nələr baş verəcək və yuxarıda sadaladığım suallara xahiş edirəm bir-bir cavab verəsiniz. Buyurun. Salam ərz eləyirəm bütün bizi dinləyənlərə və Tural bəy, sizdən də təşəkkür edirəm ki, məni dəvət edibsiniz. Bu öz verilişinizə çox minnətdaram və bütün Azərbaycanımın millətinə, xalqına, o tayına, bu tayına salam deyirəm. Baxın, bizim İranda gedən məsələlər, mövzular çox həmiyyət daşıyır, amma indiyə qədər çoxlu belə hadisələr baş verdi. Təəssüflə heç nəticəsi olmayıbdı. Nəhayət sönküb çıxıb aradan gedibdi. Niyə? Çünki bizim hərəkətin, yəni bizim deyəndə İranda baş verən hadisələr xalq hərəkatıdır. Bir təşkilat, bir organizasyonu olmadığı üçün həmişə xalq hərəkatı dalğa kimi o cəzromətdə olar. Yəni dalğa kimi gedər yuxarı, gələr aşağı, gedər yuxarı, gələr aşağı. Heç də nəticəsi olmaz. İndiyə kimi bizim hərəkatımızın təqribən belə bir sistem olduğu üçün İranda heç nəticə bəxş olmayıbdı və millət çox həzinə veribdi. İran hakimiyyəti qəddar bir dənə hakimiyyətdir. Millətimizi çox ağır itkilərə məruz qoyubdu və insanlar ölübdü, əlil olubdu, məlul olubdu. Bu məlul olduğu üçün heç də belə xoşa gəlməyən bir işlər olubdu. Yəni insanların ölümü, insanların tələfatı həmişə gözümüzün qarşısındadır. Yəni onsuz da Cümhuriyyət İslami elə bizim arkadaşlarımızı, bizim yoldaşlarımızı, bizim etnikləri həmişə o işgəncələrə, həmişə zindanlarda da, həbslərdə də heç edamından əl çəkməyibdi. O millətin o hakimiyyəti ki, millətin gözünün qabağında milləti güllələyir və məsum qadınları, uşaqları heç nəyi zad eləmir. Hətta o tüfəngin vasitəsilə
millətə atəş açır və o güllələri siz bilirsiniz ki, çox belə yerə yayılmaq üçün xəsarəti də çox olur. Hətta yüzlər dənə adamın o qabaqçı hərəkətlərdə gözləri töküldü, gözlərini kor elədi və məxsusən o neçə dənə bizim qadınlarımızı gördük ki, İran səthində, İran miqyasında gözləri kor oldu. Yəni belə bir qəddar hakimiyyətlə biz üzbəüzük və mən düşünürəm ki, yenə də indi Şahın oğlunun bəzi orqanlar qabağa salmaqla, ondan sonra onlardan bir lider sazlıq eləməklə, saxta videolar qayırmaqla, filanla, behmanla ki, özlərinin də əlləri oxundu. Məsələn, international televiziyası ki, o bizim hərəkətə bir həm etimadsızlıq verdi, həm çox tələfat verdi. Əlbəttə hakimiyyət də bundan belə o özünün təhlükə qarşısında idi. Yəni bunu özləri də bilirdilər ki, insanlar axımı çoxlu insanlar axımı küçələrə baş verər və bu aclıq, bahalıq, ondan sonra bu məmləkətdə bu korrupsiya, filan, behman, rüşvətxorluq, idarələrdə fəsad, ondan sonra hamısı bir-birinin əlinə verib qətlən hakimiyyət bilirdi ki, belə bir hadisə baş verəcək və bu hadisənin baş verməyindən çox nigaran idilər və ona görə də çox belə əsəbləniblər və hətta itkiləri siz görürsünüz, itkilərin hələ xəbər çıxmır, ondan sonra interneti qət eləyiblər, filan eləyiblər, behman eləyiblər. Bunun üçün çox böyük miqyasda olacaq, itki verəcək, ondan sonra bu xəsarət varid olacaq millətə, xalqa. Bunu özləri də özlərin hazırlamışdılar belə bir hadisə baş verməyinə. Onun üçün hələ biz bilmirik nə olacaq. Çünki bir tərəfdən Trump bəzi vədələr verir, o tərəfdən İsrail bəzi vədələr verir. Biz onların hələ planlarını aydın-aşkar bilmirik ki, bunların planları nə olacaq. Amma bir həqiqət ki vardı millətin, xalqın arasında. Millət istədiyi istəklərə aya bu hakimiyyətlər boyun qoyacaq. Əlbəttə, hələ indi heç nə demirlər, heç nə açıqlamırlar. Sadəcə İsraildən bir qrup vardı ki, Şahın oğlunu müdafiə eləyir və bu müdafiə eləməki nə olacaq hələ biz onu çox tezdir hələ qəzavət eləmək. Amma üçün bir rəhbərlik, bir liderlik bir yerdən xətt almır və bu xəttlər də hətta təfrəqə də, yəni parçalanma da vardı bu sistemin içində. Ona görə mən düşünürəm ki, biraz çox çətindir biz deyək ki, biz nəticə ala biləcəyik. Çünki nəticə almaq mövzusu çox belə önəmli bir mövzudur ki, biz hələ onu gözləməliyik ki, görək ki, bu dalğanın hakimiyyət şiddətlə istəyir bunu sərkub eləyə və əlində də əbzarlar vardı, əlində də qüdrət vardı, ondan sərkub qüvvələri çox güclüdür, qüdrətlidir. Yəni hakimiyyət indiyə kimi İranın büdcəsini sərkub qüvvələrin güclənməyə, yəni o sahədə çox belə həm təcrübəsi vardı, həm də dünya təcrübəsindən istifadə eləyir və həm də qorxur. Onun üçün o qorxan adam deyir, bizim bir dədə-baba məsəli var, deyir ki, qorxan adam adamı tez vurar. Elə bu hakimiyyət də, həmin siyasət bu hakimiyyətə də sadiqdir. Hər halda bu belə mən düşünürəm ki, feilən hələ tezdir qəzavət eləmək, amma indiyə kimi təcrübə ki, nişan veribdir ki, o
bu belə dalğaların cadı belə etirazların dalğası heç bir nəticə almayıbdı. Onun üçün bu da mən düşünürəm ki, çox ciddi nəticə feylən gözləməməliyik. Məxsusən Şahınoğlunun ortaya gəlməyi bir etirazçıların hətta çoxunda yəni meylsizlik yaranıbdır. Yəni istəməyibdilər bunlar qatışalar və bu sahədə gəlib ortaya Rza Pəhləvi ilə bir yerdə durub və onlar mübarizə aparsınlar. Yəni biz əlan görürük ki, İranın müxtəlif nöqtələrində ya qatışmayıblar, ya çox gec qatışıblar. Məsələn, Azərbaycan özü, ondan sonra kürdlər, bəluçlar, ərəblər və başqa türkmənlər ya gec qatılıblar, qatılsalar da öz şüarlarını deyiblər və öz istəkləri əsasında gəliblər meydana. Nəinki məsələn gələrlər Rza Pəhləvini, Şahınoğlunu dəstəkləyərlər. Mən düşünürəm ki, əgər belə gedərsə, İranda başqa olaylar və başqa mövzular baş verə bilər. Əli bəy, necə düşünürsünüz? Bundan sonra ABŞ İrana hücum eləyəcəkmi? Hadisələrin axarı hansı səmtə dəyişəcək? Yoxsa Trump'ın dediyi kimi hələ ki, belə deyək də, status quo, hazırki status quo qorunub saxlanacaq? Ümumiyyətlə, hücum olarsa, İran bu hücumları qarşılamaq gücündədirmi indiki mərhələdə? ABŞ-ın müdaxiləsi haqqında bunu mən deyə bilərəm ki, ABŞ-ın bir dənə prezidenti vardı. Bu günləri deyər, sabahları görərsən ki, sözünün altına vurubdu. Amma dəfələrlə deyibdi ki, bizim yardımımız olacaq və yardım eləyəcəyik filan, behman İran millətindən və bu bir tərəfi qəziyyədir. İkinci tərəfi qəziyyə, mən düşünürəm ki, İrana hücum olacaq. İndi bu haqda ya başqa mövzular xüsusunda. Amma indi yeni bir sujedir ki, onun əlinə verilibdir. Qətən və o cür ki, gəmiləri gəlib, o cür ki, özü deyibdi, 24 saatdan sonra çox bir ciddi məsələlər olacaq İranda. Bunlar hamısı nişan verir ki, göstərir ki, İrana bir hücum qətidir və İrana hücum eləyəcəklər. İndi ondan sonra nə baş verəcək, o ayrı bir prosesdir. Yəni İranın hakimiyyətini yıxmaq nəzərləri var. İranın hakimiyyətini zəifləndirib onunla danışığa getmək faktoru vardı. Bunlar bir mövzulardır ki, İran hakimiyyətinə qarşı ehtimallardır ki, mən düşünürəm ki, bunlar gündəmdədir və Amerika hakimiyyəti istəyir ki, müxtəlif faktorlardan İran hakimiyyətinə təzyiq etmək gətirib çıxardar və bu təzyiq etmək odur ki, İran çox zəifləsin, İran belə çətin bir durumda qalsın və bunlar İrandan artıq imtiyaz alsın və imtiyazın biri budur ki, Çinlə rabitəsi olmasın. Yəni burada jeopolitik məsələsi vardı. Dünyanın o gedişatında yeni bir devr yaranır və İranda. Amma aya İsrailin də belə məsələyə baxır, o da yenə də başqa məsələdir. Yəni biz görürük ki, Netanyahu hər mövzunu istəyibdi Trump'a təhmil edə bilibdi. Trump o durumda qalıbdı ki, onun bütün istəklərini
qəbul edib və istəkləri əsasında qabağa gedibdir. Necə ki biz gördük, o 12-ci, 11-ci gün o 12 günlük bir müharibədə o şey ki Tramp istəyirdi və o düşüncə ki Trampın üzr istəyirəm Netanyahunun var idi, o əsasda qabağa getdi və o gündəmə gəldi və o bir mövzu idi ki, eləyə bildi Trampa təhmil eləyə. Buna baxmayaraq ki, qabaqçı prezidentlər də məsələn Biden də elə Netanyahunun istəklərini həyata keçirir. Amma aydın aşkar öz narahatçılığını və öz narizayətisini də danışırdı və deyirdi ki, bəhərhal biz bir məhdud zamanda eləyə bilərik. Netanyahuya ya İsrailə yardım edək. Vəli həmişəlikdir, bu məqtəidir, filandır, behmandır. Buna baxmayaraq ki, Konqres də Netanyahunun himayətçisi çoxdur. Konqresdə eləyə bilər hər iş görə və ona düşüncəsinə yaxın insanlar çoxdur ki, İsrailin məvacib fikrisini müdafiə edirlər və İsrailin özlərinin bir hissəsi kimi görürlər və deyirlər ki, Amerika öz əmniyyəti üçün, öz təhlükəsizliyi üçün məcburdur müdafiə eləyə və İsraili hər cürə silahla, filanla, behmanla təchiz edə. Hətta B-52-nin verməyi və ondan o yaxın təchizat nizamini, yəni texnologiya nizamini İsrailə verməyi hətta Konqres istədi və Konqres Bidenə də dedi ki, siz daha lazım deyil bizi elə hər dəqiqə onlara texnoloji nizami, o təchizat nizami göndərək ki, hərbi hissələri göndərək və gərək biz bir iş görək ki, İsrail özünü müdafiə eləyə bilsin. Onun üçün mən düşünürəm ki, Trampın hücumu olacaq və İranı zəif bir vəziyyətdə İranla müzakirəyə, hətta sonra da girsə, İranın hökuməti yıxılmasa müzakirəyə də girsə, qəətən danışığa girəcək və çox imtiyaz almaq üçün və İran da bu vəziyyətdən, bu durumdan məcbur olacaq onu qəbul eləsin. Əli bəy, son etirazlar zamanı İranda öldürülən şəxslərin sayı ilə bağlı müxtəlif rəqəmlər açıqlanır. Bəzi yerlərdə 2600, bəzi yerlərdə 2700 olduğu deyilir. Sizcə beynəlxalq müstəvidə İran, Tehran'dakı molla rejimi axan qanın hesabatını verə biləcəkmi? Proseslər necə olacaq bundan sonra İran üçün? İranda axıdılan qanlar beynəlxalq səviyyəsində İrana nisbət yaxşı münasibət yoxdur. Qətən bu münasibətin olmamağı İranda çox təpkilər də olacaq. Biz görürük ki, İran hakimiyyətinə münasibətlər heç də yaxşı deyil. Heç də həmişə bunun qarşısında durubdular. Həm məxsusən BMT-də insan haqları xüsusunda İranın yaxşı belə keçmişi yoxdur. Onun üçün təpkilər də qətən çox olacaq. Amma təpkilər də olsa da İran 47 ildir bu təpkiləri görür, amma heç əksül əməldə göstərmir. Heç də yaxşı belə zətlər əksül əməl göstərmir onlara. Məhkum eləyirlər, filan eləyirlər, behman eləyirlər. Heç nəyi həll etmir. Heç nə insan haqları indiyə kimi 47 ildə insan haqları yaxşılaşıb, nə filan eləyib, nə behman. Günbəgün edamlar çoxalır. Günbəgün İranda bu 2700 fikir edirəm, səhv eləməsəm 2700 nəfər elə
tək bu son günlərdə edam eləyibdir. Hələ bu buna baxmayaraq ki, nə qədər insan bu elə bu etirazlarda, bu mitinqlərdə İran hakimiyyəti insan öldürübdür. Hətta 12 mindən deyirlər ki, keçibdir. 12 mindən. Nə bilirsiniz nə qədər bu ağır bir faciədir ki, İranda baş verir. Onun üçün mən düşünürəm ki, İrana münasibət yaxşı olmayacaq, amma münasibət yaxşı olmasa da heç zət da yaxşı olmur. İran hakimiyyəti heç onu vecinə də almır, heç saya da salmır ki, insan haqları nə filan oldu, behman oldu. Çünki əmələn bu haqda İrana qarşı bir təpkilər olmayıbdır. Əmələn bu İrana bu insan haqları bir mövzu ola ki, İranı çox təzyiqdə qərar verələr, heç bu da əhəmiyyət daşımayıbdır. Nə İran hakimiyyətinə belə sadəcə sözdə, kağızda bu məsələlər çox önəm tapır. Bir dövlət ki, dünya qayda qanununa heç etiqadı yoxdur. Ona nə edəcək? O mən düşünmürəm ki, bununla bir məsələ həll ola bilər və məsələni gətirə gündəmə filan behman. O dünya qüdrətləri sadəcə onların mənafe xətərə düşəndə çox belə məsələlərə ciddi yanaşırlar. Əli bəy, Molla rejimindən sonra hakimiyyətə kim gələcək? Şah rejiminin gəlməsi nə qədər ağla batandır? Ümumiyyətlə ABŞ bu barədə düşünürdü əvvəllər, ancaq sonradan fikrini dəyişdi. Sizcə post Molla dönəmində İranda hakimiyyətə şahların gəlməsi ağla batandırmı? Şah rejiminin İranda yenidən bərpa olmağı mən əsla düşünmürəm ki, belə bir hadisə baş versin. Niyə? İranın keçmiş tarixində şaha nisbət, şahçılığa nisbət bir çox belə pis bir millətin zehnində, fikrində, düşüncəsində bir pis düşüncə yaranıbdır ona qarşı. Əlbəttə pis deyəndə millətin yaddaşında qalan hadisələr, tarixi hadisələr, hər nəyi biraz bu ifadəmin mən pis olsa çox üzr istəyirəm. Belə pis xatirələr qalıbdır. Avropada ki, bir dövlət, bir millət projesi yaranıbdır. Yəni o 16-cı qarndan bu tərəfə biz bilirik ki, çox belə ağır faciəvi Avropanın hadisəsində müharibələr baş veribdir. Bu müharibələr bir acı xatirə kimi millətin yaddaşında qalıbdır və ona görə sosiologlar və filsuflar belə qərara gəlibdir ki, dövləti, mərkəzi dövlət əgər qüdrətli ola və bir millət bir-birinin anlayışı millətin psixolojisində tapılsa, millət bir-birindən müharibəyə getməz, bir-birindən yaxınlaşar, unsu ülfətlər çoxlar. Biz görürük ki, nasionalizmi də Avropada çox güclü olubdur və Dokobino İrana gəlib Qacar cadında 3 il axtarış aparıbdır. Həmin bir dövlət, bir millət projesini İranda necə cad eləsinlər. Orada yaratsınlar, orada bərpa etsinlər. Ona görə bu projeni Rza şahlığa gələndə bir dövlət, bir millət projesini başladı. O zorakılıqla millətə emal elədi. Yəni İran o Qacar dövründə bir sünnəti, biz əgər diqqət eləsək deyir ki, məmalik-i məhrusi Qacar. Yəni məmalik-i məhrusi, yəni Birləşmiş Millətlər Təşkilatı məsələn bu cür ifadəsi gəlir. Yəni Birləşmiş Millətlər məsələn ölkəsi. Bu cür qorunmuş Birləşmiş Millətlər ölkəsi. Yəni bunu biz görürük ki,
İranda bir dənə sünnəti federalizm var idi. Yəni şah ora zat göndərirdi, fərmandar göndərirdi, ya bir dənə nümayəndəsi kimi göndərirdi. Təbrizdə məsələn nümayəndəsi Təbrizin büdcəsi ayrı, ondan sonra filanı ayrı. İran 8 əyalətdən təşkil tapırdı. O İranın Azərbaycanın Kirmanşaha kimi gedirdi. Yəni Kürdistan vilayət adında bir dənə kiçik bölgə idi. Ondan sonra ta bir tərəfi Xəmsə, yəni Zəncan, Həmədan, ondan sonra bir tərəfi də gedib düz dayanırdı Tehranın yaxınlığında o mənzilə qədər. İndi də zaddır. Ora qədər. Yəni bir o İranın o ən böyük əyalətlərindən biri Məşəd idi, Xorasan idi, biri də Azərbaycan idi. Azərbaycanı tikə-tikə eləyiblər. Zəncanı çıxartdılar, ondan sonra Ərdəbili çıxartdılar, ondan filanı. Baxın, bunu nə cür aradan apardı? Bu sistemi Rza Şah gəldi, aradan apardı. Aradan aparanda müharibə ilə, zorakılıqla, ondan sonra millətləri yerində zad elədi, çiyələkçiləri Mirzə Koçuşxanın özünün bir dənə hökuməti var idi, onu aradan apardı. Şeyx Məhəmməd Xiyabanini öldürdü, ondan sonra getdi İranın cənub hissəsində Ərəbistan adına bir dənə ölkə var idi ki, 700 il sabiqə tarixi ərəblərin var idi. Onu aradan apardı. Ondan sonra Müşəşşəyan adında bir dənə şahlıq orada qurmuşdular. Sonra Qacar zamanı bu şahlıq biraz kəmrəng oldu. Sonra da Rza Şah gəldi, kullən Şeyx Xəzəli gəldi, aradan apardı. Bir tərəfdən zatları Bəluçları bir tərəfdən İngilis başladı vurmağa, İngilis himayət edirdi də zadı. Dadşah adında bir dənə onların təqribən bir başçıları var idi, onu vurdu, aradan apardı, dənizdən zadın qüvvələri vurdu, toplarla vurdular, o Bəluçları qətliam elədilər. Bu tərəfdən də hərbiçilər başladı, gəldi, vurdular, aradan apardılar. Baxın, bu xatirələr millətin zadından çıxmır. Pişəvəri hərəkatını Məhəmməd Rza Pəhləvi qətliam elədi. O Səməd Vurğunun o yandırılan kitab mənzuməsinə baxın, görün orada nələr yazıbdı. Elə o həqiqətən bizim millətimiz, bizim xalqımız o faciəni gözünlə görübdü. Hələ bizim millətimizdə nə qədər 20 mindən yuxarı insanları orada öldürdü. Heç bir 20-30 min nəfərdə getdi Sovet İttifaqında heç məlum olmadı. İtdilər, batdılar, nağayırdılar. Onlar indi onların uşaqlarından bir iddəsi də elə Azərbaycan Respublikasında hələ də qalır. Şayət onların qalanlarından da o qoza kişilər zatlar ta 2-3 il bundan qabağa kimi qalırdılar. Mən indi fikirləşirəm yavaş-yavaş onların da nəsli gedər. Bizim siz diqqət eləsəz, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Heç bu hadisə yox idi. Bu hadisədən 2-3 gün qabaq ilk bu şuarı verən kim idi? Azərbaycan milləti, Azərbaycan gəncliyi, Azərbaycan o top meydanında o çığırdılar, küçələrdə çığırdılar, bazarlarda çığırdılar. Niyə elə bu zadın Pəhləvinin o zadın gördülər, sərsəmləməyin gördülər. Ona görə əvvəlin etiraz da elə Azərbaycandan başlandı. Onun üçün mən düşünmürəm ki, bu hakimiyyət yeni hakimiyyət ki İranda yarana bilər, onda Pəhləvinin yeri olsun. İndi demirəm dünya qüdrətləri onlardan onu zorla bizə qalib eləsələr, gənə də bu millət, yəni mübarizə aparacaq, gənə də elə necə o 47 il Cümhuriyyə İslamı eləyənmədi, orada hökumətin bərpa eləyə, bu nə cür deyim, təzyiqlərlə, bu vəziyyətlə, bu fişarla, bu çətinliklə, bu cəhdlərlə, amma gənə də bizim xalqımız, bizim millətimiz eləyə bildi,
öz hədəfini, öz şüarından küçələrə gələ, xiyabanlara gələ, ondan sonra özü də öz fikrini, düşüncəsini qoya ortaya. Yəni o bir millət, bir dövlət projesi mən düşünürəm İranda gedib aradan və İranda hər hadisə baş versə, İranda yaşayan millətlərin müqəddəratı təyin olmayınca mən düşünmürəm ki, İranda bir hadisə baş verə. Əgər Molla rejimi hakimiyyətdən gedərsə, Xameyni devrilərsə və hökumət süqut eləyərsə, o zaman Güney Azərbaycanın özünün namizədi varmı? Hakimiyyətə kimlər gələ bilər? Bizim namizədlərimiz varmı? Biz Güney Azərbaycan camiyyəsi olaraq proseslərə necə yön verə bilərik? Çox sağ olun ki, bu gözəl sorğunu məndən sordunuz. Təşəkkür edirəm. Şah rejimindən, üzr istəyirəm, Molla hökumətindən sonra hansı sistem İranda yarana bilər? Baxın, İranda 3 dənə güc vardı. Biri xalq mücahidləridir, ikincisi şahçılardır, şahı müdafiə eləyənlərdir. Üçüncüsü İranda etniklərdir, yaşayan millətlərdir ki, bunlar təqribən cəmiyyət baxımından çox üstünlük verirlər və bunlar ən üstün qüdrət, güc bunların əlindədir. Yəni İranda Kürdlər var, Bəluçlar var. İranın təqribən 70-80% nə mənədən ibarətdir? Etniklərdən ibarətdir. Yəni vaxtı biz deyirik ki, 40 milyon Azərbaycanlı vardı. Məsələn, 5-6 milyon Kürd vardı. Ondan sonra 2-3-4 milyon ərəb vardı. Ondan sonra Bəluçlar hətta bir 10 ya 8-9 milyon olarlar. Bunların hamısında yığsın türkəvənlər vardı. Təqribən hətta 1 milyon 2 milyonla hudunda civarında olarlar. 1 milyona yaxın şayət də biraz da artıq. Mən dəqiq bizim amarımız yoxdur. Ehtimal əsasında, çünki İranda etniklər əsasında zatlar aparmırlar. Sayları etniklər yazmırlar. Demirlər ki, məsələn, bu Kürddür, bu türkdür, bu Azərbaycanlıdır, bu haralıdır, onları demirlər. İranda o zatlar keçəndə, say keçəndə zad olur. Elə bu cür şəhər-bə-şəhərdə kim nədir, kim nəçidir, bunları yazmırlar. Fəqət adların, dədəsinin adı, nə iş görür, ondan sonra bunun neçə evi var, bunlar təqribən belə amar götürürlər, say götürürlər. Ona görə biz bilmirik. Bu 3 dənə güc, amma hər halda real mövcud vəziyyət bundan ibarətdir ki, etniklərin sayı çoxdur. Mücahidlərin də mən düşünürəm ki, ikinci rütbədə mücahidlərdir. Niyə? Tək 120 min nəfər bunlardan qətlam edib Molla rejimi. Yəni mən onların edam olan illəri, mən türmədə idim, mənim gözümün qabağında onları qətlam ediblər. Onları nə cür? Hətta onlar indi silahlı dəstələr də İrana varid ediblər. Siz şayət xəbərlərdə bunu bilməyəsiniz, İranda saat 4 axşam çağdan sonra ta sübh saat 6-ya qədər komandanlıq saatı icad ediblər. Bir adam küçəyə çıxa bilməz. Küçəyə çıxsa vurarlar, öldürürlər. Deyirlər ki, silahlı dəstələrlə İsraildən gəlib nə falan. Yox, İsrail ora hələ zat göndərməyiblər, əskər göndərməyiblər. Orada olanlar o Sazman-ı Mücahidin Xalqin nirularıdır ki, deyirlər ki, orada əməliyyat aparırlar. Hətta neçə dənə İranın məsullarından terror eləyiblər. O adamlar ki, Sərkubda zatları vardı, əlləri var idi, onlardan
terror eləyiblər və o hətta səhnədə o pastarlar ki gəlirlər, pastarlara həmlə zad eləyirlər, onları öldürürlər, eləyirlər. Ki pastarlardan da əgər diqqət eləsəz, çox sayda ölənlər vardı ki, İran hakimiyyəti onların sayını hələ demir. Onun üçün mən düşünürəm ki, İranda yaşamaq və gələn hökumətin sistemi, hökumətisi həddəqəl federalizm şəklində olacaq. Həddəqəlini deyim, şayət İran parçalana. Əlbəttə biz hələ görək ki, gedişat nə olur və vəziyyət necə olur. İranın amma sistemi, gələcək sistemində 2 dənə qozeynə vardı qabaqda. Yəni 2 dənə olğu ola bilər. Biri qeyri-mütəmərkiz, həmin federalizm, sentralizm, yəni sistemi İranda daha yaranmayacaq. İranda zad olmayacaq. Millətlər qəbul eləməyəcək. Millətlər bu düşüncə, bu fikrə gəlib çatıbdılar ki, İranda olan sistem həddəqəlli federalizm olar. Mən düşünürəm ki, istiqlal hələ şayət üçün geopolitik məsələsidir. Dünyanın qüdrətləri nə qədər bunu qəbul eləyəcək? Bu dünya qüdrətlərinin o zadında BMT-də, Sazman-ı Miləldə nə qədər bu mövzu eləyə bilər, özünə yer aça. Bunu gərək zaman əsasında zad eləyək. Düşünək ki, belə quruluş necə olacaq. Amma ən aktual mövzu bu günləri ki, İranda vardı. Həddəqəlli İranda federalizm bir dənə yaranacaq. Mən düşünürəm ki, bu çox aktual bir mövzudur və İranın da daxili məsələsi olur deyin, ona görə də başqa dövlətlər zad olmur. Yəni İranda fars kültürü, mədəniyyətin indi qalib eləyirlər bu millətlərə. İndi millətlər istəmirlər boyunduruqda yaşasınlar. Bunlar bir dənə İranın istismar sistemi vardı. O istismar sistemi bir millət, bir dövlət. İranın bir milləti var, o İran millətidir. Bir dövləti var, o da farsların dövlətidir ki, belə o deyirlər ki, İran dövlətidir. Amma bu ədalətsizlik 100 ildən sonra istəyir bəsatını cəm eləsin və mən düşünürəm ki, İranın gələcək sistemi o İranda yaşayan millətlər ki vardı, onlardan asılıdır. Ən güclü alternativ bu günləri İran hakimiyyətinə, molla hakimiyyətinə budur. Yəni bu 100 il İranın isarəti, o zəncirləri qırılmaqdadır. Əli bəy, son olaraq soruşmaq istəyirəm ki, dekabrın 30-dan bu günə qədər baş verən hadisələrdən sonra İranı vətəndaş müharibəsi gözləyirmi? Ümumiyyətlə, əgər belə bir təhlükə yaranarsa, Güney qonşumuz və yaxud da ki, sizin bir zamanlar vətəndaşı olduğunuz ölkə bu proseslərin altından necə çıxmağa çalışacaq? Bu da gözəl sorğudur ki, İranda vətəndaş müharibəsi ola bilər ya yox. Mən biraz bu məsələyə real baxsaq, İranda bəli, ola bilər. Niyə? Çünki bütün millətlər ki, İranda yaşayır. Məsələn, Kürdlərlə Azərbaycanlıların çox ciddi problemi var Urumunu. Onlar müddəi edirlər, Urumu bizindir, biz deyirik ki, bizindir. Çox bunun üstündə hələ indi də qalmaqal gedir. Elə bax, hələ zat yoxdur, hökumətimiz yoxdur əlimizdə və bu Kürdlərlə Azərbaycanlıların arasında çox önəmli bir mövzudur. Amma hətta ərəblərlə Kürdlərin gənə də problemləri vardı. Ondan sonra bu tərəfdə Bəluçlarla ərəblərin problemi vardı. Yəni biri də o Fars körfəzinin ərazisində deyirlər ki, qoya bura bizindir. Onlar deyir, yox, ərəblər deyir bizindir, bunlar deyir bizindir. Ona görə
burada o problem vardı. Ondan sonra farslar da bütün bu İrandan, bütün İran mərkəzində yerləşibdilər. Elə həm Bəluçlarla problemləri vardı, həm ərəblərlə problemləri vardı, həm də elə Azərbaycanlılarla da ola bilər problemə cad ola problemləri olsun. Çünki Tehran mövzusu biz deyirik ki, Tehran türk şəhəridir. Tehranın 70-80% Azərbaycanlılardan ibarətdir. Qumun məsələn 60-70 faizi türklərdən ibarətdir, Azərbaycanlılardan ibarətdir. Ondan sonra Kərəc şəhəri Azərbaycanlılar 70-80 faizi Azərbaycanlılardır. Farslar da deyirlər ki, hələ indidən deyirlər ki, bizindir. Ona görə zəminə vardı ki, İranda belə bir problem qabağa gəlsin. Amma İran geopolitik olduğu üçün, həssas bir bölgə olduğu üçün həm Çinin, həm Rusun arasında qərar tapıbdı və azad dənizə əli vardı və o azad dənizlə dünya ilə irtibata girir və onu da farslar istəmir əllərindən verələr. Hər halda bunlar bir mövzulardır ki, İran toqquşmağa gətirib çıxarda bilər. İranın da daxili müharibə çıxardar. Amma dedim, Amerikanın siyasəti budur. Amerikanın siyasəti budur ki, İran kimi bir çox mənabeyi olan, çox belə stratejik bir bölgə olan ölkə əlində olsun. Ona görə də heç Amerikanın çox marağı yoxdur İran parçalansın və İran. Amma İsrail dövlətinin çox maraqlıdır ki, qüdrətli bir İran onun əlində olmasın. Niyə qüdrətli bir İran onun əlində olsa, qətiən belə şayət deyir ki, gələcəkdə o müsəlman ölkəsi olduğu üçün mənə problem ola bilər. Məxsusən Rza Pəhləvi ki vardı. Rza Pəhləvinin orada gəlib şah olmağı İsrailə bir dənə təhlükədir. Niyə? Əlbəttə bunun dədəsi də, babası da hər ikisi anti-İsrail olubdur. Buna baxmayaraq ki, Şah Amerikanın o dövlətinin o təzyiqi əsasında şah rejimi ilə rabitəyə girdi və əlaqəyə girdi. Amma ondan qabaq Hizbullahın atası olan Cünbeşə Əməl elə şah onu düzəltdi Livanda. Və bu yenə də belə bir hadisələr əgər İran qüdrətləşə, şayət məsələn İsrailin qabağında durar və müsəlman dedim ölkəsidir. Hər halda şah hətta 6 günlük ərəblə İsrail davasında İsrailə benzin vermədi. Onun üçün bu çox önəmli bir mövzudur ki, çox əlbəttə bir qonudur ki, bunun üstündə saatlar danışmaq olar. Bu Pəhləvi ilə zadın İsrailin problemi. Amma mən yenə də düşünürəm ki, Amerika öz əlində saxlamaq üçün İrana hətta federal elər, qoymaz. Maraqlı deyil təciziyə olmağa, yəni parçalanmağa. Amma İranın mənabeyi də çox olduğu üçün istəmir o indi nə Rusun əlinə düşə, nə Hindistanın ki, çox sürətlə inkişaf edir, onun əlinə düşə və həm də Çin ondan istifadə edir. İstəyər ki, onu öz əlində olsun və bir əbzar kimi həmişə əlində bir bəlgə kimi həmişə qüdrətlərin və neft alan ölkələrin bir dənə onlara bir dənə təzyiq etmək gücü əlində saxlasın. Çox sağ olun ki, məni də bu proqrama dəvət edibsiniz. Sizə çox-çox minnətdaram. Çox sağ olun və bütün Azərbaycan
umuduyla sizdən ayrılıram. Bizim bu arzularımız Çin olsun. Bu arzularımız inşallah hər halda yerini tapsın və millətimizin birləşməyinə inşallah bir zəminə yaratsın. Sağ olun, sağ qalın. Təşəkkür edirəm sizdən ki, məni də dəvət etdiniz bu proqrama. Sağ olun. Ətraflı şərhinizə görə sizə təşəkkür edirəm Əli bəy. Hörmətli tamaşaçılar, görünən odur ki, İranda qarışıq və xaotik durum hələ uzun müddət davam eləyəcək. İran dekabr ayının 30-dan baş verən hadisələrin təsirindən hələ də uzun müddət çıxa bilməyəcək. Və bizim üçün də təhlükələr gözlənilir. O baxımdan ki, İranda hər hansı bir hadisə olarsa, güneyli soydaşlarımızın Azərbaycana ayaq açması mümkün ola bilər. Ona görə də həm Türkiyə, həm Azərbaycan prosesləri yaxından və diqqətlə izləyir. Biz güneyimizdə, qonşuluğumuzda hər hansı bir müharibə, ümumiyyətlə xaotik durum istəmirik bir mənalı şəkildə. Sizin də məsələ ilə bağlı hər hansı bir fikriniz, şərhiniz varsa, elə videonun aşağısında rəy bölməsində yaza bilərsiniz. Sağ olun, salamat qalın.